Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ves salatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Allah azze ve celle'nin izniyle bugündən etibarən əqidə dərslərinə başlayırıq və əqidə dərslərimizə başlamağımızın səbəbi bir neçə səbəbləri var Allahın izni ilə. Onlardan birinci səbəb odur ki, bu barədə sualların çox gəlməsi, günümüz fitnələrində əqidə ilə bağlı sapmaların çox olması, əqidə ilə bağlı yeni mövzuların ortaya çıxarılması, yeni dərkən əslində var olan, lakin fitnələrin hələ ki gəlib çatmadığı, amma artıq yeni fitnələrin ortaya çıxdığı mövzular olduğuna görə suallar bu barədə çox gəlir və ona görə istədim ki, Allah azze ve celle'nin izni ilə bir dərs silsiləsi başladım və həmin dərs silsiləsində verilən suallar, hətta verilməyən, sonradan çıxacaq fitnələrin də qarşısını almaq üçün bir silsilə dərsimiz olsun. İkincisi, bu özüm üçün də lazımdır. Çünki mən Allah azze ve celle'nin izni ilə hər bir dəvətçi, hər bir elm tələbəsi istəyər ki, öz arxasında ölüb getmədən öncə fayda olsun deyə bir səhih əqidə dərsləri qoysun və ya bir kitab tərcümə eləsin və ya kitab tərtib eləsin, toplasın ki, insanlar o dərslərdən və ya o kitablardan faydalanaraq doğru əqidəyə çatsınlar və insan bunun əcrini daim qazanmış olsun. Və mən də Allah azze ve celle'nin izni ilə bu minvalda bir metod fikirləşdim ki, mən nə edeyim, hansı kitabdan başlayayım. Evdə kitabxanamı açdım, baxdım. Allah həmd olsun, çox sayda əqidə kitabları var. Lakin xüsusi bir kitaba tabi olmağı düşünmədim. Yəni, bir neçə kitabları çıxartdım, baxdım və düşündüm ki, mövzular təyin edeyim və həmin mövzulara uyğun olaraq digər kitablardan istifadə edeyim. Məsəl üçün bir misal verim, siz anlaya biləsiniz mən daha doğru. Məsəl üçün mən birinci dərsimiz əlbəttə ki, əqidə barədə olacaq. Mən açdım Əl-Vəciz fi Aqidəti Sələfi Salih kitabını. Baxdım, əqidənin tərifi verilib, əqidə barədə gözəl məlumatlar verilib, amma tam deyil. Sonra açdım Usulül İman fi Davul Kitab və Sünnə kitabını. Baxdım, orada da əqidə barədə məlumatlar var. Birinci kitabda əqidənin tərifi daha geniş verilib, ikinci kitabda isə düzgün əqidənin İslam cəmiyyətinə verdiyi fayda daha geniş verilib. Və düşündüm ki, yəni mən bunları Allahın iznindən bir-birinə əlavə edeyim. Yəni, bu kitabdan da götürüm, bu kitabdan da götürüm, oxuyum və hamısını dərsləri bu şəkildə, daha geniş və başa düşülən bir şəkildə və bir kitaba bağlı olmadan edim. Sonra açdım, baxdım kitab-ı tevhid şərhlərinə, usulü sələşə şərhlərinə və Allah azze ve celle'nin izni ilə zaman-zaman yer-yer İbn-i Teymiyyə Rahiməllahın usulü sələsə şərhinə baxacağıq, yer-yer İbn-i Teymiyyə Rahiməllahın Kəşf-i Şübhat şərhinə baxacağıq, Şeyx Fövzanın Əl-Müləxxas fi şərhi kitab-ı tevhidinə baxacağıq. Yəni, belə fərqli kitablar içərisindən Allahın izni ilə mövzuları seçəcəyik və həmin mövzular üzərində davam eləyəcəyik. Yəni, geniş bir silsilə olmasını arzu edirəm. Əlbəttə, niyyətimiz xalisdir, niyyətimiz gözəldir, istəyirik ki, bundan fayda əldə olunsun və Rəbbimdən də deyirəm ki, Allah azze ve celle bu dərslər silsiləsini faydalı etsin birinci növbədə, ikinci növbədə davamlı etsin. Yəni, işlərin çox olması, sosial həyat, yəni bu sosioloji həyatda baş verən hadisələr bəzən bizi silsilələrdən geri qoyur. Yəni, dərsləri düzənli, tərtibli eləyə bilmirəm. Bu yolda da mənim üçün dua etməyinizi sizdən xahiş edərəm ki, Allahın izni ilə əlhamdülillah bu vasitə ilə, sizin dualarınız vasitəsilə bəlkə tərtibli bir silsiləyə başlaya bilərik. Və həmçinin bir məsələ dediyim, bizim WhatsApp qrupumuz da var. Orada da mən bu dərsləri video çəkərkən hal-hazırda qrupda canlı dərs olaraq açmışam. Orada qardaşlar dərsi dinləyir. Mən də burada video olaraq bunu çəkirəm. İstədim ki, belə həm çəkiliş olsun, qoyaq sosial şəbəkələrə, həm də belə də canlı bir dərs kimi də faydası olsun. Bu bizim ilk müqəddiməmiz idi. Yəni, onu izah etmək istədim ki, metodumuz nə olacaq? Dinləyici olan qardaşlar, bacılar başa düşsün ki, biz yəni hansı metodlardan istifadə edəcəyik. Çünki adətən sual gəlir, hansı kitabdır, kitabın yazarı kimdir və s. Dediyim kimi, qarışıq olacaq. Yazarlarımız da tanınmış müasir alimlər olacaq. Onların kitablarına müraciət eləyəcəyik. Və birinci dərsimiz Allah azze ve celle'nin izni ilə əqidə barədə olacaq. Ta'riful aqidə, yəni əqidənin tərifi barədə olacaq və sonra bu minvalda əqidə ilə bağlı davam edəcəyik.
El-aqidatu fil-lüğa, lüğəvi mənada əqidə hiyə minəl-aqd. O aqd kökündən törənmişdir, götürülmüşdür. Və huvar-rabtu vel-ibramu vel-ihkamu vet-təvəssuqu və-şiddətu bi-quvvetin və-təmasuku vel-murasatu vel-isbatu və minhul-yaqinu vel-cəzm. Lüğəvi mənada əqidə deyildiyi zaman başa düşülən budur ki, bir şeyin sıxı olması, bərk olması, bir-birinə şiddətlə keçirilməsi, mənaları, isbat, bu kimi mənalar başa düşülür və buna görə də yəqin və cəzm, yəni bir şeyin kəsin və yəqin olması da bu babdandır. Vəl-aqdu naqidul hil. Əqidə açmanın, tökmənin ziddidir, yəni bağlama deməkdir. Və yuqalu aqadahu yaqiduhu aqdan. Yəni bunun feili birləşməsidir, yəni zaman olaraq ayrımıdır. Və minhu uqdatul yamin və nikah. Məsəl üçün biz deyirik ki, ant əqdi və yaxud da ki, nikah əqdi. Oradakı əqd bu lüğəvi mənadadır və bir şeyin sabit olması, kəsin və yəqin olması mənasına gəlir. Ant əqdi deyirəmsə, artıq mən ant etmiş, o əqdi vermiş bir kəs sayılıram. Nikah əqdi deyirəmsə, artıq o nikah etmiş sayılıram. Bununla bağlı Allah Azza və Cəllə Maidə surəsi 89-cu ayətdə buyurur ki, "La yu'axidukumullahu bil-lagwi fi aymanikum, velakin yu'axidukum bima aqadtumul ayman." Allah Azza və Cəllə sizi bilmədən etdiyiniz antlara görə məsul tutmaz. "Velakin yu'axidukum bima aqadtumul ayman." Lakin bilərək aqadtumul ayman, bilərək etdiyiniz, əqd etdiyiniz antlara görə isə sizi məsul edər. Baxın, burada fikir verin, aqada kəlməsini ayətlə yazarımız dəstəkləyir ki, burada Allah Azza və Cəllə bu ayətdə aqada kəlməsini bu mənada istifadə edir. Kəsin və yəqin olan bir ant mənasında istifadə edir. Vəl-aqidatu el-hukmu'l-lezî la yuqbalu şekku fihi lada mu'taqidihi. Vəl-aqidatu fi'd-din ma yuqsadu bihi'l-i'tiqadu duna'l-amal. Ka'aqidati vucudillahi və ba'thir-rusul. Əqidə etiqad edənin yanında heç bir şək və şübhə qəbul etməyən hökmdür. Bax, diqqət edin, əqidə etiqad edənin yanında heç bir şək və şübhə qəbul etməyən hökmdür. Və dində əqidə deyildiyi zaman qəsd olunan şey əməl yox, etiqaddır. Yəni, Allahın varlığına əqidə etmək kimi, rəsulların göndərilişini əqidə etmək kimi. Yəni, burada əməllər, namaz, zəkat, oruc və s. bunun içərisində girmir. Ancaq inancla, etiqadla bağlı məsələlər bunun içərisində girir. Vəl-cəmu əqaid və əqidə kəlməsinin cəmi də əqaiddir. Və xulasətuhu, xulasəsi, yəni əqidəvin lüğəvi mənasının xulasəsi, mə aqadəl insanu aleyhi qalbəhu cəzmən bihi fəhu əqidətun. İnsanın qəlbində yəqin olaraq inandığı şey əqidə adlanır. Səvəun kənə haqqan əv batılan. Bu istəyir haqq olsun, istəyir batıl olsun, bunun adı əqidədir. Yəni, lüğəvi mənada əqidə deyildiyi zaman insanın qəlbən yəqin, kəsin olaraq inandığı hər bir şey əqidə adlanır. Bu istəyir haqq olsun, istəyir batıl olsun, əqidə olaraq isimləndirilir. Əl-aqidətu fil-istilah, istilahi mənada, yəni şəriətin ona verdiyi mənada əqidə, hiyəl-umurul-ləti yəcubə ən yusaddiqa bihəl-qalb və tətməinnə iləyhən-nəfs hatta takuna yaqinan sabitan la yumazicuha raybun və la yuxalituha şəkkun. Əqidə elə işlərdir ki, istilahi mənada qəlbin onu təsdiqləməsi vacib olan, nəfsin o barədə mutmain olması vacib olan işlərdir, əmrlərdir. Elə bir yəqinlik, elə bir təsdiq olmalıdır ki, onda heç bir şək və şübhə olmamalıdır. O yəqin və sabit olmalıdır. Yəni el-imanul cazimul-lezî la yeterattagu ileyhi şekkun lada mu'taqidihi. Yəni o kəsin, yəqin bir imandır. O elə bir imandır ki, etiqad edənin o iman məsələlərində heç bir şək və şübhəsi əsla yoxdur. La yəqbəlu şəkkan və la zannan. Və elə bir şeydir ki, o əsla şək və zənn qəbul etmir. Qardaş, səsi bağlayın, zəhmət olmasa, qrupda kimsə səsi açıb, oradan səslər gəlir, mənə maniyyət törədir. Baxın, kimdədir? Dərsə daxil olan qardaşlar, xahiş edirəm, dərhal səsi bağlayın, video çəkiliş gedir. Davam edirəm. La yəqbəlu şəkkən və la zannan. Və o elə bir yəqin hökmdür ki, şək və zənn əsla qəbul etməz. Yəni, insan belə bir düşüncələrdirsə ki, əgər
Hər hansısa axirətlə bağlı, məsəl üçün Allah Azza və Cəllə əlamətlər verir, Rasulullah sallallahu aleyhi ve sellem əlamətlər verir. Zənn içərisindədir və şübhə içərisindədir ki, bu əlamətlər həqiqidir yoxsa yox, deməli həmin insanın o məsələ barədə əqidəsi yoxdur. Çünki niyə? Yəqin bir məlumat deyilsə, onu əqidə olaraq adlandırmaq olmaz. فَإِلَّمْ يَسْلِ الْعِلْمُ إِلَى دَرَجَةِ الْيَقِينِ الْجَازِمِ لَا يُسَمَّ عَقِدَ. Əgər bir elm yəqinlik dərəcəsinə, kəsinlik dərəcəsinə çatmırsa, o əqidə olaraq isimləndirilmir. Baxın, əsas məsələ budur. Bir elm, bir məlumat yəqinlik dərəcəsinə çatmırsa, o əqidə olaraq isimləndirilmir. Buna görə də əziz qardaşlarım, alimlər nə üçün əqidə elminə önəm verirlər? Kitablarında ən şərəfli, ən üstün elmin tövhid, əqidə olduğunu bildirirlər. Elm barədə yazılmış kitablarda elmin ən üstünlüğünün əqidə olduğunu bildirirlər. Nə üçün qardaşlar? Çünki o əqidə elmi insanı qurtarır. Bu həyatda müsəlman olması, axirət yurdunda cənnəti qazanması kimi gözəl vəsilələr verir bizə. Həmçinin də əqidə elmini öyrənmək səndə olan məlumatların yəqinləşməsinə səbəb olur. Yəni biz əlhamdülillah əqidəni qəbul edirik, yeni məsəl üçün İslam'a gəlirik və ya doğru İslam'ı öyrənirik, belə desək daha düzgün olar. Və o öyrəndiyimiz məsələlərdə yəqin olmağımız, o əqidəyə tam sahib olmağımız üçün bizə nə lazımdır? Elm lazımdır. Əqidə məsələlərində elm sahibi biz olmalıyıq ki, o zaman artıq biz həqiqətən də yəqini bir elmə çataq və bu bizdən əqidə olaraq qəbul olunsun. Əl-əqidətul İslamiyyətu, İslam əqidəsi deyiləndə nə qəsd olunur? Hiyəl imanul cəzimu bi rububiyyətilləhi subhanahu və teala və uluhiyyətihi və əsmaihi və sifatihi və mələikətihi və kutubihi və rusulihi vəl yevmil əxiri vəl qadari xayrihi və şərrihi və sairi mə thəbətə min umuril qayb və usulüd din və mə əcməə aleyhi sələfü salih والتسليم التام لله تعالى في الأمر والحكم والطاعة والاتباع لرسوله صلى الله عليه وسلم. İslam əqidəsi o, Allah Azza və Cəllənin rububiyyətinə, uluhiyyətinə, isim və sifətlərinə, mələklərinə, kitablarına, rasullarına, axirət gününə, xeyir və şərri ilə qədərə və bundan başqa bildirilən, sabit olan qeyb işlərinə, dinin əsillərinə, sələf-i salihin üzərində icma etdiyi məsələlərə yəqin bir şəkildə tam iman gətirməkdir. Həmçinin Allah Azza və Cəlləyə əmirlərində, hökmündə tam bir təslim olmandır və Rasulullah sallallahu aleyhi və səlləmə ittiba etməlidir. İslam əqidəsinin ümumi tərifi budur. Və burada bir dənə qısa haşiyə çıxmaq istəyirəm. O Usul-i İman kitabında bəzi hissələri oradan götürəcəyik. Orada rububiyyə, uluhiyyə, əsmə sifətin yanında İslam əqidəsinin tərifində Allahın varlığına iman da gətirilib. 4 hissəyə bölüb. Düzdür, varlığına iman rububiyyətin içərisindədir. Sadəcə oradan niyə ayrıblar? O varlığı fitrətlə bilmək, hisslə bilmək, şəriətlə bilmək, ağılla bilmək kimi qisimləndirməyə gedəcəklər deyə varlığı rububiyyətdən xüsusi çıxardıb bir bab kimi orada bizə verilib. O da çox faydalı bir məqamdır. Elhamdülillah, o inşallah o hissəyə gələndə iman mövzusunda onlara da toxunacağıq. Vəl-əqidətul İslamiyyə, İslam əqidəsi İzə utliqat fəhiyyə əqidətu əhl-i sünnəti vəl-cəmaəti liənnəhə hiyəl İslamul haqqulləzi irtədahullahu dinən li'ibadihi və hiyyə əqidətul quruni thələthətil mufaddaləti minəs-səhabəti və təbi'inə və təbi'ihim bi ihsən. Əhl-i sünnə vəl cəma əqidəsi deyildiyi zaman qəsd olunan şey nədir? O, Allah Azza və Cəllənin qulları üçün seçib razı olduğu İslam dinidir. Və o da nədir? Fəzilətli sahabədən, tabiindən və onlara ən gözəl şəkildə tabi olanlardan əhatə olunan 3 fəzilətli nəsildən öyrənilən, əldə edilən əqidədir. Vəlil-əqidətil İslamiyyəti əsməun uxra ində əhl-i sünnəti vəl-cəmaə turadifuha və tədullə aleyhə minhə ət-təvhid və sünnəti və usulüd-dini və l-fiqhul əkbər və şəriə və l-iman. Həmçinin İslam əqidəsi üçün əhl-i sünnə və cəmaətin yanında onun muradifi olan, yəni eyni məna ifadə edib başqa kəlmələrlə istifadə olunan isimləri də var. Onlar nədir? Tövhid, məsəl üçün İbn Xuzeymənin tövhidi, Muhammed bin Abdülvahabın tövhidi və bu kimi tövhid, kitab-ı tövhid daha doğrusu. İmam Əhmədin sünnəsi, usul-i din,
Əbu Hanifənin Əl-Fiqhul Əkbəri, İmam Acurinin Şəriası, İbn Teymiyyə Rəhməllahın imanı və s. Yəni bu kimi adlarla istifadə olunur. Sadəcə bir kitabına baxdığımız zaman əqidə sözü orada olmağı şərt deyil ki, biz başa düşək ki, bu əqidə kitabıdır. Bu kimi adlarla da rastlaşdığımız zaman, bu kimi adları da gördüyümüz zaman biz bu kitabların əqidə kitabları olduğunu anlaya bilərik. Amma o deməkdir, bununla sərhədlidir. Bunlar sadəcə ən məşhurlarıdır. Ən məşhurlarıdır ki, əqidə olaraq adlanır. Və burada bir hissəyə toxunmuşdu şeyx, onu da deyim. وَهِيَ عَقِيدَةُ الْقُرُونِ الثَّلَاثَةِ الْمُفَضَّلَةِ مِنَ الصَّحَابَةِ وَالتَّابِعِينَ وَتَابِعِيهِمْ بِإِحْسَانٍ Əqidənin, yəni təməli 3 fəzilətli nəsildən, sahabə, tabiin və ətbat tabiindən gələcək. Bu məsələ çox önəmli məsələdir. Ümumiyyətlə, qardaş, hər bir elm dərəcəli olaraq gəlir. Yəni, birdən-birə belə bir şey mümkün deyil ki, Allah Resulü sallallahu aleyhi və səlləm zamanında bilindi, ondan sonra itdi, qeybə çəkildi o məsələ və sonra bu əsrlərdə kimlərəsə açıq olundu, kəşf olundu ki, belə bir məsələ var imiş, bu gizli qalmışdı və biz bunu tapdıq. Belə bir şey yoxdur. Yəni, elə bir məsələ yoxdur. Məsəl üçün, baxırsınız, bəzən sufilər bidət zikirlərdən danışırlar, şirk ibadətlərdən bəhs edirlər, rabitə və s. Və sonra bunu özlərində hər hansısa kitablardan dəlilləndirməyə çalışırlar ki, onların hansısa şeyxi Peyğəmbər sallallahu aleyhi və səlləmi yuxuda gördü, o ona öyrətdi. Və yaxud da ki, heç bir qaynaqda keçməyən, güya bunlar gizli ibadətlərdir. Peyğəmbər sallallahu aleyhi və səlləm bu gizli ibadətləri sadəcə Əbu Bakr öyrədib, Ömərə, Osmana, Əliyə öyrədib, radiyallahu anhum əcmain. Belə şeylər yoxdur, qardaşlar, İslamda. Əqidənin saf olması lazımdır. Əqidə hamıya açıq olması lazımdır. Hamı üçün bəlirli, saf olması lazımdır. Hər bir kəs əqidə ilə bağlı məsələləri rahat başa düşməlidir. Əgər əqidə, məsəl üçün, bəzən kəlam əhlinin əqidə ilə bağlı yazmış olduğu əsərləri oxursan, çox qəlizdir. Yəni, normal bir satıcıya, çobana, fəhləyə, yəni bu aşağılama mənasında deyildir, amma bu kitablar elə yazılmalıdır ki, hər təbəqədən insan onları rahatlıqla başa düşməlidir. Amma fəlsəfə, kəlam kitablarına baxırsan ki, yəni elm tələbəsi oxuyub özü gücündən başa düşdüyü kitabları sıravi insanlara necə əqidə olaraq təqdim edə bilərsən ki, ala oxu, bundan bir əqidə edin. Və ya dediyim kimi, hamıya gizli qalan sonradan kəşf olan. Məsələn, hədis inkarçıları çıxırlar, məsəl üçün danışırlar bəzi məsələlərdən və deyirlər, soruşanda onlara deyirlər, bu var idi Peyğəmbər sallallahu aleyhi ve sellem zamanında. Sonra itdi bu. Əməvilər dövlətində itdi, Abbasilərdə itdi. Biz tapdıq. Biz Quranı oxuduq və tapdıq ki, bunlar var idi. Belə şey ola bilməz axı, elm tədrici olaraq gəlir də. Yəni, Allah Resulü sallallahu aleyhi və səlləm bunu sahabəsinə öyrədir, tabiin sahabədən öyrənir, ətbat tabiin onlardan öyrənir və dərəcəli bu şəkildə gəlib bu günə qədər çıxır. Bu, bütün elmlərə aiddir. Yəni, dünyəvi elmlər də belədir. Birdən-birə kimsə nəyəsə kəşf eləmir ki, hamımız orta məktəbə gedirik, riyaziyyat keçirik, cəbr keçirik, fizika keçirik, kimya keçirik, dil məlumatları alırıq, Azərbaycan dil ədəbiyyatı öyrənirik. Bugün kimsə nəyəsə çıxıb ortaya demir ki, mən nəyəsə tapdım, yox idi. Təməli qoyulub, tədrici olaraq hər kəs də o elmdən götürə-götürə gəlir, əsillərini saxlayır, üzərinə əlavə edir. İndi olduğu kimi. Mətnlər var, üzərinə şərhlər eləyərək, mətnləri də daha zəngin və daha gözəl hala gətirilir. Və bu əqidənin tərifi ilə bağlı ümumi məsələlər idi. Başda dediyim kimi, bu kitabda tərif çox gözəl verilir, izahı yaxşıdır, açıqlayıcıdır. Və biz digər kitabdan da Allah Azza və Cəllə'dən istifadə eləyəcəyik, hansı ki, o kitabda əqidənin İslam cəmiyyətinə verdiyi faydalardan danışacağıq. Yəni, bu kitabımızda əqidənin tərifindən danışdıq. Məsəl üçün, indi bu kitabda isə usul-i imanda isə əqidənin tərifi çox qısadır. Yəni, təfsilatlı yoxdur. Amma burada təfsilatlı nə mövzu var? Təfsilatlı olan odur ki, artıq burada əqidənin verdiyi faydalar barədə, bizim toplumumuza verdiyi faydalar barədə danışa bilərik. Və burada başlıq atılır, doğru əqidənin, səhih əqidənin əhəmiyyəti və cəmiyyətin ona olan ehtiyacı. Çox gözəl başlıqdır, baxın. Doğru əqidənin, səhih əqidənin əhəmiyyəti və cəmiyyətin ona olan ehtiyacı. Baxın, gözəl qardaşlarım, bir cəmiyyətdə səhih əqidə pozularsa, orada hər şey pozular. Həya gedər, əxlaq gedər, səhih əqidə bizi sabit saxlayan, bizi Allah qorxusunda saxlayan, bizi Rəbbimizi tanımağa, Rəsulumuzu tanımağa vadar eləyən səhih və doğru əqidədir. İnsan əgər bir cəmiyyəti düşünün ki, orada səhih əqidə pozulur, orada baxın o cəmiyyətlərdə hər şey alt-üst olur. Halallar, haramlar bir-birinə qarışır, iman, küfür bir-birinə qarışır. Hər hal Allah və Rəsulunun razılığından uzaqlaşmış olur. Ona görə səhih əqidə cəmiyyətlər üçün çox vacibdir.
Və davamında gəltirir ki, şübhəsiz ki, doğru əqidə fərd və cəmiyyətlər üçün çox böyük əhəmiyyətə sahibdir, çox böyük vacibliyi var. Fərd və cəmiyyətlər üçün. Çünki fərdlər doğru əqidəli olduqları zaman cəmiyyətləri də onlar islah edirlər. Buna görə də Rasulullah sallallahu aleyhi və səlləm Məkkədə qaldığı 13 il boyunca insanları Allah azza və cəlləni birləməyə, tövhidə və şirkin hər növündən uzaqlaşmağa dəvət etmişdir. Və sahabələr də eyni bu yolla öz cəmiyyətlərini islah etmişlərdir. Və Rasulullah sallallahu aleyhi və səlləm də sahabələrini hər hansısa bir topluluğa dəvətə göndərdiyi zaman onlara ilk aşıladığı şey nə olur? Səhih əqidəni insanlara yaymaq. Bu məsələdə Muaz ibn Cəbəlin hədisi çox gözəl bir dəlildir ki, Rasulullah sallallahu aleyhi və səlləm Muaz ibn Cəbəli Yəmənə göndərən nə deyir? Onları ilk dəvət edəcəyin şey Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığı və mənim Allahın rəsulu olduğuma inanmalarıdır. İlk dəvət bu olacaqdır. La ilahe illallah Muhammedur Rasulullah. Əgər deyir, bunda sənə itaət etsələr, Allah azza və cəllənin gecə və gündüzdə onlara 5 vaxt namazı fərz qıldığını öyrət, bildir. Bu şeyə dəvət elə. Görürsünüz, birinci nədir? Doğru əqidə, səhih əqidə. Allah Resulü sallallahu aleyhi və səlləm sahabəsini dəvətə göndərəndə ilk olaraq onlardan istədiyi doğru əqidənin aşılanmasıdır. Və sonra belə bir başlıq açır ki, tövhid bəşəriyyətin təməlidir. Yəni, normalda biz bilirik ki, Adəm aleyhissalamdan sonra insanlar Nuh aleyhissalama qədər bəlli bir dövr tövhid, həniflik dini üzərində olublar. Bu barədə Bəqərə surəsində Allah azza və cəllə buyurur ki, "Kənən nəsu ummətən vahidətən fəba'atallahu nəbiyyinə mübəşşirinə və mundirin." İnsanlar tək bir ümmət idi. Sonra Allah azza və cəllə onlara müjdələyici və qorxuducu olaraq peyğəmbərlər, nəbilər göndərdi. Yəni, bir dövr olaraq insanlar tövhid üzərinə idilər, həniflik üzərinə idilər və sonra pozğunluqlar başladıqdan sonra, sapqınlıqlar başladıqdan sonra Allah azza və cəllə onları haqq yola dəvət edən peyğəmbərlər göndərmişdir. Həmçinin Yunus surəsi 19-cu ayədə Allah azza və cəllə buyurur ki, وَمَا كَانَ النَّاسُ إِلَّا أُمَّةً وَاحِدَةً فَاخْتَلَفُوا İnsanlar sadəcə tək bir ümmət idi, sonradan ixtilafa düşdülər, ayrılığa düşdülər. Və Abdullah ibn Abbas radiyallahu anhu buyurur ki, Adəm ilə Nuh arasında 10 əsr var. Bu 10 əsrdə yaşayanların hamısı İslam üzərinə idi, yəni tövhid üzərinə idi. Və sonra şeytan onlara gəlir, rəvayətlərdə gəlir ki, onların bu Məkkə müşriklərinin ibadət elədiyi ilahlar ki vardı, Vəd, Suva, Yağus, Ya'uq, Nasr. Bunlar əslində Adəm aleyhissalamla Nuh aleyhissalam arasında yaşayan, 10 əsr arasında yaşayan salih kəslər idi. Onların vəfatından sonra şeytan onların tələbələrinə, onların yanında olanlara vəsvəsə verir ki, onların şəkillərini çəkin qoyun və bu sizə ibadətə sövq eləyəcək. Onlar bu şəkildə ibadət eləməyə başlayırlar və bir müddətdən sonra yeni nəsillər gəldikcə, o yeni nəsillər həmin o şəkilləri bütlərə, heykəllərə çevirib onlara ibadət etməyə başlayırlar və bununla da şirkin təməli, şirkin əsli qoyulmuş olur. Və bir sonraki mövzumuz, Allah azza və cəllə nəzdində toxunacağımız mövzu, Əhl-i Sünnə və Cəma nəzdində elm əldə etmənin yolu. Ümumiyyətlə elm əldə etmənin yolundan danışacağıq, amma xüsusilə mövzumuz burada əqidə olduğu üçün əqidə elminin də necə əldə edildiyi barədə danışacağıq. Əhl-i Sünnə və Cəma görə əhkam, əqidə və dini işlərin hamısında elm əldə etməyin iki qaynağı var, iki yolu var. Birincisi Quran-ı Kərim. Bu barədə Allah azza və cəllə buyurur ki, "Və məxtələftum fihi min şeyin fəhukmuhu ilallah." İxtilafa düşdüyünüz bir şeydə hökm Allaha aiddir. Hansı məsələdə ixtilafınız varsa, Quran-ı Kərimə müraciət edəcəksiniz. Həmçinin Allah azza və cəllə Ərəf surəsində buyurur ki, "İttəbi'u mə uzlə ileykum min rabbikum." Rəbbinizdən sizə endirilənə, yəni Quran-ı Kərimə tabe olun. İkincisi isə Rasulullah sallallahu aleyhi və səlləmin sünnəsidir. Yəni sünnəsiz Quranın anlaşılması mümkün deyil. Bu qaynaq, iki qaynaq bir arada olmalıdır. Bugün məsəl üçün deyirlər ki, biz əsas sünnəyə baxırıq, amma Quran-ı Kərim özü də bizi sünnəyə sövq edir axı. Özü də bir çox məsələlərdə bizi sünnəyə sövq edir. Məsəl üçün Allah azza və cəllə buyurur ki, "Və mə yəntiqu anil həvə in huve illə vahyun yuha." O əsla öz həva və həvəsindən danışmaz. Onun danışdıqları vəhy edilən vəhiydən başqası deyil. Rasulullah sallallahu aleyhi və səlləm bir məsələdə əgər
bir hökmün, məsələn Allah Azza və Cəllə buyurur namaz qılın, namazın təfərrüatları barədə bildirirsə, bu da vəhidir, bu da vəhidir. Yəni o Quranda bildirilən namaz əmri də bir vəhidir. Rasulullah sallallahu aleyhi və səlləmin öyrətdiyi də bir vəhidir, namazın təfərrüatları. Və hər ikisi bir arada olmalıdır. Namaz əmri vacibiyyəti bildirməlidir və Rasulullah sallallahu aleyhi və səlləm o vacibin necə icra olduğunu bizlərə öyrədir və bu ikisinə tabi olunmalıdır. Yoxsa bugünkü kimi biz sadəcə Qurana tabi, bəs yaxşı, namazı necə qılırıq? Hərəsi bir şey deyir. Biri deyir, dua ilə qılırıq, onsuz da salə dua deməkdir, lüğəvi mənada, elə dua eləmək, namaz qılmaq deməkdir. Biri elə Hənəfi məzhəbində gəldiyi kimi öz örfündə elə öyrənib, elə qılır, deyir namaz belədir. Soruşanda ki, bəs sən bunu necə təyin elədin, namaz belədir? O sualların cavabında qarşılıqsız qalır və s. Yəni, əgər sünnətə müraciət etməsən, belə qalarsan. Yəni, deyərsən namaz qılmaq vacibdir, Allah Azza və Cəllə əmr edib, necə qılınmalıdır? Artıq orada sən sualsız qalarsan, cavabsız qalarsan daha doğrusu. Həmçinin Allah Azza və Cəllə buyurur ki, Yə eyyuhəl-ləzīnə əmənu əti'ullaha və əti'ur-rasulə və ulil-əmri minkum. Fə-in tənəzə'tum fi şeyin fərudduhu iləllahi və rasul in kuntum tu'minunə billahi vəl-yevmil-əxiri zəlikə xayru və əhsən tə'vilə. Allah Azza və Cəllə Nisa surəsi 59-cu ayədə buyurur ki, ey iman gətirənlər, Allaha itaət edin, Rasula itaət edin və içinizdən olan əmr sahiblərinə itaət edin. Əgər bir məsələdə ixtilafa düşsəniz, Allaha və axirət gününə iman gətirirsinizsə, onu Allaha və Rasuluna qaytarın. Bu, sizin üçün nəticə baxımından daha xeyirlidir və daha gözəldir. Baxın, burada Allah Azza və Cəllə bizi nəyə yönləndirir? Özünə itaət etməklə birlikdə Rasuluna da itaət etməyə yönləndirir. Əgər biz belə bir iddiada olsaq ki, burada qəsd olunan hədisləri, yəni qəbul etməyənlərin iddiası var, axı deyirlər ki, burada qəsd olunan şey nədir? Sahabələrə orada bir əmr var ki, Rasulullah sallallahu aleyhi və səlləmə itaət edir. Yəni, sanki bu əmr kimə aiddir? Allah Rasulü sallallahu aleyhi və səlləmin zamanında yaşayanlara. Əgər hədisləri qəbul etməsə, Allah Rasulü sallallahu aleyhi və səlləmdən bizə heç bir söz, feil gəlməmiş olur və biz Peyğəmbər sallallahu aleyhi və səlləmə necə itaət edəcəyik? O zaman deməli, bu ayət kimə aiddir? Sahabəyə aiddir. Peyğəmbər sallallahu aleyhi və səlləmi görən insanlara aiddir. O zaman nə olmuş olur? Quranın Türklər demiş, evrensəlliyi itirdə. Yəni ki, Quranın qiyamətə qədər oluşunu itirmiş olursan. Yəni, Quranın ey iman gətirənlərlə bağlı xitablarını bölmüş olursan. Bunun bəziləri qalır Rasulullah sallallahu aleyhi ve sellem zamanında yaşayan sahabələrə, bəziləri qalır ümmətin hamısına. O zaman nə edirsən? Sən deyə bilməzsən ki, Quran qiyamətə qədər keçərlidir. Deməli, Quranın bəzi hissəsi artıq bu günə xitab eləyə bilmir. Bu iddiaya getmiş olursan ki, bu da apaçıq bir küfürdür. Yəni, bu iddianı eləmirlər. Sadəcə bunlara cavabsız qalırlar. Onların dediyi sözün gərəyi, gətirdiyi nəticə buradır ki, onu izah eləməyə çalışıram. Həmçinin Əhzab surəsində Allah Azza və Cəllə buyurur ki, وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُهُ أَمْرًا أَنْ يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ وَمَنْ يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ضَلَالًا مُبِينًا. Allah və Rasulü bir işə hökm verdiyi zaman mömin kişi və qadının o işdə seçmə haqqı yoxdur. Hər kim Allaha və Rasuluna qarşı gələrsə, apaçıq bir sapıqlığa düşmüş olar, apaçıq bir sapıqlıq içərisində olmuş olar. Baxın, yenə bu ayətdə də açıq bir şəkildə Rasulullah sallallahu aleyhi və səlləmin hökmlərinə itaət barədə bizə bir əmr var və bu şəkildə ayətlər həddindən artıq çoxdur ki, Allah Azza və Cəllə Allaha və onun Rəsuluna itaətdən orada danışır və bəhs edir. Həmçinin bir məsələyə də toxunmaq istəyirəm. İnşallah bundan da artıq dərsimizi yekunlaşdıraq. Əqidə məsələlərində əhəd hədislərlə əməl etmək. Əhəd hədis nədir? Bir ravidən gəlir, yəni mütəvatir olmayan. Mütəvatir ravisi çox olan, lori dildə izah edirəm əlbəttə ki, asan da olsun. Əhəd hədis isə bir ravidən gələn hədislərdir ki, bəzi alimlər və ya başqa ekollara tabi olan alimlər əhəd hədisləri əqidədə dəlil olaraq qəbul etmirlər. Amma Əhlüsünnə vəl Cəmaət hədis əhəd olsa belə, səhih hədisdirsə, bir ravidən gəlsə belə səhih hədisdə artıq o hədislə əməl edilməli olduğunu bizlərə bildirirlər. Və bunu nə ilə dəlilləndirirlər? Məsəl üçün, Muaz bin Cəbəl radiyallahu anhu dəvəti getmişdi Yəmənə. Neçə insanla birlikdə getmişdi? 100 sahabə ilə getmişdi. Onun sözlərini mütəvatir dərəcəsinə gətirə biləcək yanında insanlar var idi? Yox. Tək başına getmişdi və Rasulullah sallallahu aleyhi və səlləmin ona öyrətdikləri insanlara öyrədirdi. Əgər əhəd hədislə əməl səhiy olmasaydı,
Rasulullah sallallahu aleyhi və səlləm Muaz bin Cəbəl tək göndərərdi. Və ya Əli ibn Əbi Talibin Yəmənə qazi getməsi də buna dəlil ola bilər. Əbu Musa Əl-Əşari radiyallahu anhu İslam dəvətçisi və zəkat toplama işçisi olaraq getməsi, Musab bin Umeyrin Mədinəyə dəvətə göndərilməsi. Biz görürük ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu proseslərin hamısını bir sahabə ilə icra edirdi. Və o sahabələrdən gələn xəbər də bir kəsin xəbəri idi. Əgər bir kəsin xəbərinə tabi olmaq mümkün olmasaydı, tabi olmaq düzgün olmasaydı, o zaman Peyğəmbər sallallahu aleyhi və səlləm də onları bu şəkildə, tək şəkildə dəvətə göndərməzdi. Və əlhamdülillah, və biz bilirik ki, əqidəni qoruma barədə bizim öndərlərimiz, imamlarımız da güclü cəhdlər eləyiblər. Məsəl üçün, Əbu Bakr radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi ve səlləmin ölümündən sonra ərəblərin bir qisminin dindən dönməsi, bir qisminin zəkatı qəbul etməməsi, bir qisminin zəkat var amma bu Allah Resulü sallallahu aleyhi ve səlləmin zamanına xastır deməsi, yalancı Peyğəmbərin çıxması və s. bunları sərt şəkildə qarşılamış və əqidənin qorunması üçün müharibə etmişdir. Həmçinin Ömər radiyallahu anhunun mütəşabihə daxil olan adama qarşı rəftarı, onun cəzalandırılmasına əmr etməsi, Əli radiyallahu anhunun xavariclərə qarşı mövqeyi, özü haqqında həddə aşıb onu ilah edənlərə qarşı olan mövqeyi və Abdullah ibn Ömər, Abdullah ibn Abbas radiyallahu anhumə, hər ikisinə Allah razı olsun, bunların qədərlərə qarşı verilmiş olduğu cavablar və bunların yolu ilə davam edən digər İslam alimlərinin bidət firqələrinə verdiyi rəddiyələrdən biz görürük ki, bizim öndərlərimiz, alimlərimiz, imamlarımız İslam əqidəsinin qorunması barədə xüsusi cəhdlər ortaya qoyublar, xüsusi məsələlərə diqqət ediblər. Və ona görə bu da nəyə görədir? Həmin o İslam əqidəsinin önəminə görə, vacibliyinə görədir. Və dediyim kimi, burada indi bəzi məsələləri çox da uzatmaq niyyətim yoxdur. Məsələn, əhəd hədis məsələsi geniş məsələdir, usulü bir məsələdir, amma bizim dərsimizlə əlaqəli bir məsələ olmadığına görə onu uzatmaq istəmirəm, üzərində durmaq istəmirəm. Və Allah Azza və Cəllənin izni ilə dərslərimizə bu şəkildə bir neçə kitabdan istifadə edərək davam edəcəyik. Gələn dərsimizdə Sələf-i Salih sözünün lüğəvi və şəri mənası olacaqdır. Allah Azza və Cəllə bizi eşitib faydalanan qullarından etsin. Əmin. Allah Azza və Cəllə bizi bu silsilələri davamlı yerinə yetirən, bunlarda isabət edən, bunlardan insanlara fayda verə bilən insanlardan etsin. Əmin. Vəlhamdülillahi Rabbil aləm.